...70-ci illərdən başlayaraq estrada musiqisi kütləvi mədəniyyətin bir parçasına çevrilməyə başladı. Burada bəstəkarlar, şairlər və musiqi kollektivləri ilə yanaşı yüksək vokal ifaçılığı xüsusiyyətinə malik müğənnilər də mühüm rol oynadı. Həmin illərdə tamaşaçıların da zövqü və ifaçılara olan tələbatı dəyişmişdi. Səhnədə yalnız gözəl səs və düzgün ifa ilə böyük uğur qazanmaq hər sənətkara nəsib olmurdu. Artıq ifaçının vokal imkanları ilə bərabər davranış qaydalarına xələl gətirmədən səhnədəki dinamikliyi, xarizması, geyim zövqü, aktyorluq qabiliyyəti də tamaşaçının əsas tələblərindən biri idi. Azərbaycan estrada səhnəsində bütün bu xüsusiyyətləri üzvü surətdə özündə birləşdirən ifaçılardan biri də Mübariz Tağıyev idi. Yəqin ki, ritmlərdəki tarix layihəsinin daimi izləyicilərinin bir maraqlı məqam diqqətindən yayınmadı. 1970-90-cı illər estrada musiqimizdən söhbət açarkən ifalarına və fikirlərinə ən çox yer ayırdığımız sənətkarlardan biri Azərbaycan estradasının canlı korifeyi, xalq artisti Mübariz Tağıyev idi. Çünki o, həmin dövrdə estradamızdakı yeniliklərin canlı şahidi və birbaşa iştirakçısı oldu. Mübariz Tağıyev Azərbaycan estradasının canlı korifeylərindən biri, gözəl estrada müğənnimiz. İrəvan şəhərində dünyaya göz açıb 1948-ci ildə bizim tarixi torpağımızda, tarixi şəhərimizdə və elə bir mühitdə yaşayıb böyüyüb ki, idealı mühitində. Anası jurnalist idi, atası isə musiqiçi idi. Kamançada ifa edərdi. Hərdən bir sual verirlər ki, sizin ailənizdə musiqiçi olub, olmayıb. Bunun heç bir aidiyyəti yoxdur, olub-olmamağına. Babam, anamın atası Aşıq Muxtər. Yəni o mahalda tanınmış aşıqlardan biri olub. Atam da kamança, ifaçısı, İrəvanda baş verən bütün xeyir işlərdə və s. Bir də ki, İrəvan Dövlət Teatrında uzun müddət orada işləyibdi. Atam xalq musiqisi istiqamətində, babam aşıq olub və s. Və belə bir mühitdə o həm milli musiqiyə qulaq asardı atasının ifasında, həm də Mübariz Tağıyevin əlbəttə ki, ifa tərzində həmişə dövrünün müasir musiqi tendensiyaları sezilib. Yəni, rock janrı, bilirsiniz artıq, onun uşaqlığı hansı dövrə düşür? 50-ci, 60-cı illərə. Həmin dövrdə bildiyiniz kimi rock'n'roll, rock, twist, funk, qərb musiqisindən Amerikada yaranmış bu Afro-Amerika musiqi tendensiyaları ki var idi, onun ifa tərzinə də təsir göstərirdi. Bilirsiniz, uşaqlığım çox maraqlı keçib. Demirəm, mən belə bir ailədə olmuşam. Yəni, hər bir şey qaydası xeyir. Deyirəm, atam musiqiçi olub, eyni vaxtda da sürücü idi. Ondan jurnalist olubdu. Ancaq heç bir vaxt qoymayıblar ki, mən nəysə istəyimdən dala qalam. Mənim üçün magnetofon da aldılar, bu da. Məsəllərdən bir söhbət olurdu ki, balam, bu da bir kaman ustası olsun, nə olsun, qardaşım, rəhmətlik bir balaca maraqlandı bundan, o da istiqamətini dəyişdi, getdi, ayrı işlə məşğul oldu. Nəysə, ancaq ki, məni cəlb eləyən tam başqa bir sahədir, estrada musiqisinə. Bu musiqinin incilərini istəyirdim öyrənəm. Qaşların əyər məni, gözlərin süzər məni, mən dostluqda möhkəməm, tanısan əgər məni. Əziziyəm gül bağda, bülbül bağda, gül bağda, sənsiz bağa girmərəm, xəzəl olsa gül bağda. Əziziyəm gül bağda, bülbül bağda, gül bağda, sənsiz bağa girmərəm, xəzəl olsa gül bağda. Həyatdır, bilirsiniz, heç kim bilmir ki, bu uşaqlıq dövründə nə isə olubsa, bunlar yetkinlik yaşına çatınca bu davam eləyəcək, nə bilim, nə eləyəcək. Mənim bəxtim belə gətirdi ki, elə uşaqlıqdan üzgüçü, yəni 10-13 il mən üzgüçülüklə məşğul olmuşam, bu az dövr deyil. Sonra həmişə olduğu kimi müsabiqələr və s.
Bir rock qrupun solisti olmuşam. Bir neçə il bir müsabiqədə uğur qazanıb Ermənistan Dövlət Estrada Orkestrinin solisti oldum. O zaman Ermənistan Estrada Orkestrində demək olar ki, hamı ermənilər idi. Demək olar ki, bütün musiqiçilər və ora qəbul zamanı da yalnız elə milliyyəti soruşurdular. Amma peşəkarlığı qarşısında baş əydikləri iki Azərbaycanlı var idi ki, vaxtilə Sovet dövründə söhbət bizim görkəmli saksafonçumuz Tofiq Şabanovdan gedir və həmçinin Mübariz Tağıyev. Mübariz Tağıyev həmin orkestrin ən seçilən solistlərindən biri idi. Sənətdə qazandığım uğurların müəyyən faizi yəni orada qaldı. Qalsın nə olar ki? Yazılarım silindi və s. Ancaq ki, mənim xoş günlərim, belə deyək, bütün bunlar mənim tarixçəmdir, bəli. Başlandı Rəşid Beybutovun mahnı teatrında. İstedadı və nadir səsi ilə İrəvandakı Dövlət Orkestrində qazandığı bütün uğurlara baxmayaraq, ona qarşı olan gizli və aşkar paxıllığı çox gözəl hiss edirdi. Odur ki, 1972-ci ildə Rəşid Beybutovun solist kimi mahnı teatrına dəvətini qəbul edib, doğma şəhərini tərk eləyərək Bakıya köçməyə məcbur oldu. 70-ci, 80-ci illərdə o aktiv şəkildə Azərbaycanda, Bakıda mahnı teatrının solisti kimi çıxışları ilə yadda qalır. Rəşid Beybutovun rəhbərliyi ilə və bizim böyük caz musiqiçimiz, bəstəkarımız, pianoçu Rafiq Babayevin musiqi rəhbərliyi ilə o çox maraqlı çıxışlar edərdi. Rəşid Beybutov, Rafiq Babayev və ətrafında olan musiqiçilər, hər biri də bir akademik. Yəni, bunlarla işləmək çox çətin idi. Hər balaca incəliyi hiss edirdilər. Gərək özünü yurtdurasan, hazırlaşasan səhnəyə çıxmaqdan əvvəl, ya mahnını hazırlamaqdan əvvəl. Burada artıq əski söz başlayasan ki, mən belə istəyirəm, belə olmasın, belə olsun, olsun. O estrada müğənnisidir. Amma fikir verin, bir də artıq hərəkət eləməz. Bir özünə məxsus bir məktəbin davamçısıdır. Hər halda Rəşid Beybutovun, Rafiq Babayev məktəbinin davamçısıdır və oradan aldığı sözün yaxşı mənasında tərbiyə üstündədir. Şimşəklər gör necə gəzə-gəzə gülüşün yadıma düşür. Bir günlük ayrılıq aya ilə dönür sevgiyle şirindir ömür. Düşürsen yadıma bakış həsrətin qəlbimdən axış. Qoy yağsın bu yağış, qoy gülsün o baxış. Barış deyir yağış. Mən mütləq Rafiq Babayevlə onun əməkdaşlığını xüsusi vurğulamaq istərdim. Çünki Rafiq Babayev o sənətkarlardan idi ki, bir çox müğənnilərə yaşıl işıq böyük bir cığır açmışdı. Onlara böyük bir dəstək nümayiş etdirmişdi. Bax, 70-ci illər gəlin baxaq, görək mahnı teatrının solistləri kimlər idi? Akif Stamzadə, Mübariz Tağıyev, Cavanşir Zeynallı, Xədicə Abbasova, İlhamə Quliyeva sayılıb seçilən müğənnilər bu teatrda Rafiq Babayevin rəhbərliyi ilə gözəl çıxışlar edərdilər. Hətta xaricdə də həmin çıxışlar olardı. Yəni, mən nəzərdə tuturam nəinki ittifaq çərçivəsində. Mən dahi Rafiq Babayevdən, Rəşid Beybutovdan dolaşdım. Çox qəddar insandır, Rəşid müəllim. Yaman incidirdi uşaqları zadmadız. İncitmirdi. İstəyirdi ki, biz peşəkarlıq deyən o zirvənin heç olmasa hansısa astanasına çataq. Bütövlükdə mümkün deyil. Hər bir peşəkar insan ömrünün düz axırına kimi öyrənir. Öyrənir və dünyasını dəyişib gedir və fikirləşir ki, mən heç bir şey eləmədim. Rafiq Babayevin rəhbərlik etdiyi ansamblin tərkibində Mübariz Tağıyev vaxtilə Amerika Birləşmiş Ştatlarında da olublar. Onların müəyyən bir müddət orada gəmidə, o zaman belə ki, bəzi ansambllər gəmidə 6 aylıq səfərə çıxardılar. Ora turistlər gələrdi və onlar hər axşam söhbət böyük gəlimlərdən gedir ki, orada çıxışlar edər və ora gələn turist qonaqları musiqi zövqünü oxşayardılar. 1983-cü ildə Dövlət Mahnı Teatrından ayrılan Rafiq Babayev
Azərbaycan televiziyasının Estrada Simfonik Orkestrinə rəhbər təyin edildi. Qısa bir zamanda orkestr milli koloriti itirmədən musiqinin yeni istiqamətlərini, müxtəlif caz və estrada kompozisiyalarını sərbəst ifa eləməyi bacaran bir kollektivə çevrildi. Odur ki, daim yenilik axtarışında olan Mübariz Tağıyev 1985-ci ildə Rafiq Babayevin dəvətini qəbul edir və Estrada Simfonik Orkestrində solist kimi çıxış eləməyə başlayır. Yeni yaranmış bir ansambıldı. Fikrimiz başqaydı. Yəni rəqs qrupu da vardı bizdə və musiqiçilərin əksəriyyəti Rəşid Beybutovda işləyən həmin o dediyim akademiklər idi. Və digərləri qatıldı buna. Başlanğıcda mənlə Brilliant Dadaşov idik. Sonra Azər Zeynalov gəldi və s. Küftələşdi, ansambl böyüdü. Rafiq Babayev ötən əsrin 80-ci illərin ortalarında Azərbaycan televiziyasının Estrada Simfonik Orkestrinin rəhbəri olarkən Mübariz Tağıyev həmin orkestrində solisti idi və bir neçə maraqlı estrada mahnıları ilə yanaşı rock mahnılar da ifa edib. Sovet dövründə yenidən qurma dövrünə təsadüf edir. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində o boş bazarlar ki var idi, mağazalar var idi ki, bunu da bir növ rock mahnısı ilə etiraz doğuran motivlər də həmin mahnıda hiss duymaq olur. Deyim ki, ilk tanışlıqdan öncə, yəni əyani tanışlığımızdan öncə mən onu televizorda daha çox görmüşdüm və onun ifasını çox bəyənirdim. Xüsusilə Mübariz müəllimin geyim üslubu mənim çox xoşuma gəlirdi. Adətən estrada müğənniləri də kostyum geyinirdilər. Ola bilsin ki, qalstuk bağlamırdılar, amma həmin kəpənəkdən istifadə edirdilər. Və yaxud da köynəklərinin yaxasını pencəyin üstünə buraxdı. Amma Mübariz müəllim yenilik gətirdi. Mübariz müəllim idman stilində heç yadımdan çıxmaz, ağ şalvar, ağ gödəkçə idi və dənizçi matroskasını xatırladan köynəklə çıxmışdı. O çox xoşuma gəlmişdi. Həddindən artıq və ifasında, onun səsində nəsə bir sehr var, mənə ofsunlamışdı. Mən Mübariz Tağıyevin ifasını həddindən artıq çox sevirdim. Mübariz Tağıyevin ifasının yer aldığı bir neçə filmlərə də xüsusi vurğu etmək istərdim. Onlardan biri Cin mikrorayonunda filmidir. Çox gözəl bir filmdir. Yeri gəlmişkən həmin filmin bəstəkarı Rafiq Babayevdir. Mübariz Tağıyev həmin filmdə bir neçə mahnılar ifa edir. Onlardan biri yada düşəni çox gözəl fəlsəfi sözlərə malik olan melodiyası da, melodik xətti də çox orijinal, fərqli olan Həyatın Qanunu mahnısıdır. Çaylar dəniz olur, səhər axşam akar. Adam sıradan gölər, hər şeyin var, əvvəl var, sonu var. Çox gözəl, maraqlı bir konsept var o mahnının məğzində və Mübariz Tağıyev də bax
bəstəkarla şairin çatdırmaq istədiyi bax o mənanı öz ifası ilə, tembri ilə və ifa manerası ilə çatdıra bilib. 1986-cı ildə daha bir film işıq üzü görür. Söhbət Bircəciyim filmidir. O filmin bəstəkarı Mobil Babayev. Var ki, və inandırıcılıq var. Bilirsiniz, sən gələndə, mahnısını ifa edəndə gözlərimizin önündə həmin o çoxdan bəri görmədiyimiz adamı biz təsəvvür eləyirik və yaxud da digər ifalarında hər birində bir özünə məxsusluq var. Səsinin məlahəti, səsinin sehri adamı uzun müddət saxlayır. Bilirsiniz, bir ifaçı üçün, xüsusən də sən əgər estrada və rock janrında ifa edirsənsə, yəni bu janra uyğun mahnıların yazılması da çox vacibdir. Onu yazan bəstəkarınsa mütləq bu janrdan xəbəri olmalı. Bilirsiniz, rock janrı çox istiqamətli, çox stilləri var onun, çox növləri var. Və hər bir bəstəkar bunu bilirmi? Yəni etiraf edək yox. Elə bəstəkarlarımız var. Bəli, peşəkar bəstəkardılar. Amma klassik musiqi üzrə, akademik musiqi üzrə çalışır və yaxud mahnı janrının digər stilləri üzrə. Ona görə də həmişə rock janrında oxuyanlar o qədər də bizdə çox olmayıb. Onların bir növ Azərbaycan dilində rock mahnı kasadlığı olub. Mübariz Tağıyev o ifaçılardan ki, bəzən özü bax bu stildə də mahnılar yazırdı. Onun bir gözəl mahnısı var, özünün yazdığı, nə bilim. Bax bu janra aid olan gözəl nümunələrdən biridir. O da bugün rock sevərlər tərəfindən çox böyük həvəslə dinlənilir. Gülgülə satmaq ilə il olar, danəsi yatmaq ilə dil olar, həsrətindən bağrım başı dil olar, əşkarəsi nə olacaq nə bilim, nə olacaq nə bilim, nə bilim. Mən heç bir vaxt bunlar barədə danışmamışam. Bu yığılan yüzlərlə mahnı və s. İstər-istəməz nəysə hopur beyninə, nəysə işləmək istəyirsən. Var, bir 6-ya yaxın öz mahnılarım var. Ancaq ki, hələ də istəsəm oturub fikirləşib yazaram da. Ancaq ki, neçə ki, siz nədən gəlir? Neçə ki, hələ mənə mahnı yazırlar, ona vaxt qalmır ki, mən fikirləşim ki, özüm götürüm nə işin yazım, nə edeyim. Mən insanım vallahi bir kəsəm, yaratmaq həvəsi sədayam səsəm, dağı endirərəm üzə istəsəm, ta ki əməllərdə qalan iş verin, şirin danışıqdan ürək yarılmaz, kökünə su daman ağac sarılmaz, her şey üçün insandan haqq ummaq olmaz. Qaygını şəfqəti bəxşiş verin, bəxşiş verin. 1980-ci illərin sonundan 90-cı illərin ortalarına qədər davam edən ictimai-siyasi şərait Respublikanın mədəni həyatını demək olar ki, söndürmüşdür. Bəzi musiqi kollektivləri öz fəaliyyətini dayandırır, peşəkar musiqiçilər maddi və mənəvi sıxıntılar ucbatından ölkəni tərk edirdilər. Ancaq belə bir ağır şəraitdə də Mübariz Tağıyev həm yaradıcılıq prinsiplərinə, həm də vətəndaşlıq borcuna sadiq qaldı. Hesab edək ki, daha çox Sovet dövründə o estrada rock istiqamətində ifa edərdisə, onun müstəqillik illərində, xüsusən də 1-ci Qarabağ müharibəsindən sonra ifa mahnı repertuarında daha çox vətənpərvərlik ruhunda olan nəğmələrə də xüsusi vurğu etmək lazımdır. Çünki o bu istiqamətdə çalışdı. Bir neçə, elə bugünə qədər də Mübariz Tağıyev Azərbaycan ordusuna, zəfərlərimizə, müharibəyə, Azərbaycanın uğurlarına, dövlətimizin uğurlarına həsr olunan bir neçə gözəl mahnılar ifa edib. Mənim təbiətim, tarixim başqa da ayrı bir şey istəyirəm oxumaq və s. Ancaq bu günlərdə mən nə etməliyəm? Mən özümə sual verirəm. Yaxşıdır ki, Rafiq kimi bir dostum yanımdaydı və bir-birimizlə dərdləşib və s. Fikrə gəlirdi ki, sən hər bir şey oxuya bilərsən. Ancaq ki, bu günlərdə bu arxa cəbhədir. Əskərlərə kömək eləməliyik. Mənəvi bunlarla biri olmalıyıq biz. Deyərdim ki, həmin dövrdə 2 mahnı var idi. Bir Əskər marşı Cavan Şırquliyevin bu ruhu çatdıra bilirdi. Bir də
Qalx qalx Ulu Torpaq bu Mübariz Ağayevin ifasında səslənən nəğmə və Ulu Torpaq mahnısının da musiqisi bizim gözəl bəstəkarımız, xalq artisti Eldar Mansurova aiddir və onların iş birliyindən doğan bir neçə nəğmələr ötən əsrin 90-cı illərindən bizə yadigar. Günlərin bir günü bu əsgərlərlə bağlı deyilən Musa Ələnxoların arasında biri vardı. Bayraq oynadırdı və s. Dedim, o oğlan gətirirlər, o kömək edir bizə. Şəhid olub yəqin. Bu ab-hava ilə gəlirəm Eldar Mansurovgilə yeni bir mahnı işləməyə. Gəldi ki, Piruz Dilənçi oturub orada, şair. Gəlin oradan kitaba fikir verin, belə oturub burada belə baxmaqla bu məsələ həll olunmur. Nəysə, söhbət elədik, o biri mahnıya baxdıq, gəldim elə. Bir də sən təsəvvür edin, kitabı açanda, yəni insan başdan başlayır da bunda. Nəysə, Əli bəy də ortadan başladım, birbaşa yada sal məni. O ab-hava, o söhbət, o nə bilim nə, o... Oradan zəng söyləmişəm, ay Eldar, burada bir gözəl bir mətin var. Biraz bədbindir, ancaq ki, yaxşı mahnı olar. O mahnı Pətapda yarandı. Hər bir mahnının, oxuduğum mahnının sonra səni nə gözləyir bilmirsən. Xüsusən belə qarışıq bir zamanda. Nə qədər nikbin olmağa çalışırsan da, hər gün bizi izləyən xəbərlərin qara məngənəsindən çıxmaq olmur ki, olmur. Hamı tələsir, amma qatarlar da tələsir. Görəsən hara tələsirlər? Görüşə gedənlər də var, dost tanış, qohum qardaş yanına da. Bir tikə ruzi dalınca yürənlər də qəribədir. Qəribədir, son mənzilə, yoxluğa tələsənlər də olur. Təəssüf ki, o da neçə qan qardaşlarımız kimi o gün ölümə tələsirdi. Bu kadrlar Mübariz Tağıyevin bir dost, məsləkdaş kimi Rafiq Babayevin xatirəsinə ithaf elədiyi Sənətkar ömrünün sonu yoxdur adlı proqramından.
Yeri gəlmişkən, yəqin ki 90-cı illərin televiziya tamaşaçıları onun aparıcısı olduğu və dünya caz ulduzlarından bəhs edən Jazz Time verilişini də xatırlayırlar. Axşamınız xeyir, əziz tamaşaçılarımız, əziz caz musiqisi həvəskarları. Biz sizinlə bugün yenidən Caz Klub verilişində görüşürük. Əziz dostlar, dünya caz musiqisi tarixində elə adlar var ki, onlar barədə məlumat vermək, bir söz demək bir qədər artıq olardı. Çünki onlar barədə çox yazılıb, çox deyilibdir. Mən hətta xatırlayıram, Mübariz müəllim bir ara Azərbaycan televiziyasında da məsul bir vəzifə daşıyırdı və biz tez-tez gedirdik onun yanına. Mən ən çox Cəmil Əmirovla getirdim. Onda da münasibətimiz oldu. Sonra konsert proqramlarında daha çox Rafiq Babayevin xatirə gecələrində Mübariz müəllimi görürdüm və elə o zamandan etibarən də onun səsinin vurğununa çevrilmişdim. Və günlərin bir günü yadıma gəlmir, televiziyada eşitdim, yoxsa radioda eşitdim. Frank Sinatra'nın məşhur mahnısı var, My Way, Mənim Yolum. Bu mahnının Azərbaycan versiyasını eşitdim. Heyrətə gəldim ki, ay Allah, Frank Sinatra'dan sonra o mahnını çoxları oxuyub, yeri gəlmişə Müslüm Maqamayev də ifa eləmişdi. Amma Mübariz müəllim başqa cür oxudu. Yenə səhnədəyəm nəğməmi söyləyirəm mən. Bu yol mənim yolum, I did it my way. İnsan ömrü boyu bəzən tapır, bəzən itirir. Yollar qanad açır, bəzən sevinç kədər gətirir. Ən çox istədiyim, yəni belə alınıb da, bu dostluqdur, birlikdir. Eldar Mansurovla çox işləmişəm. Cəmil Əmirovla işləmişəm mən. Ay Allah, Rauf müəllim, mən işləmişəm bir mahnı. Yəni hər bəstəkardan nə isə var məndə. Ancaq ki, biri var ki, yəni Eldar niyə dedim? Eldar belə insandır ki, deyir ki, deyəsən sənin üçün bir mahnı yaranıbdır, gəl bir qulaq asaq. Bunda bu xasiyyət yaxşıdır da, dayanmır vaxtıyla, belədir. Hərdən bir deyirlər ki, hansı bəstəkarın ruhu sənə yaxındır. Ruhdan söhbət getmir. Həmin bəstəkar təqdim elədiyi mahnı, onun mətni və s. əgər uyğun gəlirsə, melodiya ilə uyğunlaşırsa bu və sən bunu hiss edirsənsə, bu mahnı yarana bilər. Yəni birisiz hərdən deyirlər ki, çox bızmıza dərinə gedirəm, dərinə getmirəm. Mən mahnının mətnini, musiqini və s. Yəni bunlarda hardasa bir çuxur tapıramsa, bir incəlik varsa, bir-birinə uyğun gəlmirsə, mənlə də uyğun gəlmir. Mübariz müəllimlə mənim uzun illərdir tanışlığımız və iş birliyimiz var və inşallah bundan sonra da uzun illər olar. Həm Mübariz müəllim mənim bir neçə mahnımı ifa edibdir. Mən yəni mahnını bəstələyəndə artıq Mübariz müəllim gözümün önündə olub, onun oxumağı, ifa tərzi, gestikulyasiyası, hər bir şeyi ki, mən necə eləməliyəm ki, bu mahnı Mübariz müəllimlik olsun, Mübariz müəllim üçün olsun. Dediyim həmin həm müqəddəs vətən mahnısı, həm digər melodiyalar, əsasən vətənpərvərlik mövzusunda Mübariz müəllimlə
çalışmışıq. İndi yeni mahnımız da yeni vətənpərvərlik mövzusunda olacaq. ey anam Hətta ən ekstremal şəraitlərdə belə mən şahid olmuşam ki, Mübariz müəllim, yəni fiziki durumunda hətta bir problem olduğu zaman bəlkə də başqa müğənni onun əvəzinə olsaydı heç vaxt səhnəyə çıxıb ifa etməzdi. Amma Mübariz müəllim elə çıxıb səhnəyə, elə ifa edib ki, hamı onun çox yaxşı bir əhvalda olduğunu güman ediblər. Təbii ki, səhnə bunu istəyir. Səhnədə insan əyilməməlidir, büzülməməlidir. Səhnə çox böyük fədakarlıq tələb edir. Bugün sabah bu insanın 80 yaşı olacaq. Səs və ifaçılıq, mikrofonla işləmə, səhnədən səsi idarə etməsi mükəmməldir. İnanırsınız, bir neçə tədbir oldu və axırıncı tədbir bir neçə gün bundan əvvəl baş vermişdi. Mən baxdım, səhnədən baxırdım. Deyirəm, o hər şeyi nə cür tənzimləyir, səsini nə cür idarə eləyir və nə cür canlı. Bu dərəcədə gözəl, canlı oxumağı, yenə də deyirəm, yaş 80-ə yaxınlaşsa da, amma ustalıq, bacarıq. Mübariz müəllim bütün ən yaxşı sözlərə, ən yaxşı dərəcələrə layiq bir insandır. Nəyə görə layiqdir? Öz əməyinə görə, öz əziyyətinə görə, musiqidə qoyduğu, verdiyi əziyyətə görə, yetişdirdiyi tələbələrə görə, Azərbaycan estrada musiqisinin sıralarına bir çox əvəz edilməz inciləri, musiqi incilərini daxil etdiyinə görə. Biz bugün sizə Azərbaycan estradasının canlı korifeyi, uzun illərin dostu və adaşım xalq artisti Mübariz Tağıyevin yaradıcılığı haqqında qısaca da olsa söhbət açmağa çalışdıq. Təravətini itirməmiş səsi, peşəkarlığı və alicənablığı ilə o bugün də səhnədədir. Və inanırıq ki, bugün Polad Bülbüloğlu Şuşada səhnəyə çıxdığı kimi Mübariz Tağıyev də İrəvanda oxuyacağı nəğmələri ilə qəlbimizi ovsunlayacaq, ruhumuzu təravətləndirəcək.